Cari həftə qiymətlərin tənzimlənməsi ilə bağlı müzakirələr qanunverici orqanda başlayacaq. Parlament bu məqsədlə komissiya yaradacaq. İlk iclas 5 fevralda olacaq və sahəvi komitə sədri Şota Berekaşvili rəhbərlik edəcək. Komissiya 14 deputatdan ibarət olacaq, hakimiyyət və müxalifət eyni sayda təmsil olunacaq. Məqsəd əsas istehlak malları, ərzaq, dərman və yanacaq qiymətlərini araşdırmaqdır. Görüşlər aparıcı şirkətlər, istehsalçılar, ixalçılar və pərakəndə satış şəbəkələri ilə keçiriləcək. Parlament cari sessiya həftəsində ali təhsil haqqında qanuna dəyişikliklərin müzakirəsinə başlayır. Partiyalarda müzakirələrin əsas mövzusu Tbilisi Dövlət və Texniki Universitetlərinin birləşdirilməsidir. Bu dəyişikliklərə bəzi akademik heyət və tələbələr də qarşı çıxır. Hakimiyyət isə bildirir ki, birləşmənin əsas məqsədi professor müəllimlərin və tələbələrin maraqlarını qorumaq və təhsilin keyfiyyətini yaxşılaşdırmaqdır. Təhsil Nazirliyi yayılan məlumatların akademik heyət üçün əlavə müsabiqə və attestasiyaların nəzərdə tutulduğu iddialarının doğru olmadığını açıqlayıb. Nazir daha bir dəfə vurğulayıb ki, mövcud akademik və inzibati heyətin saxlanması nazirlik üçün prioritetdir. Ukrayna, Rusiya və ABŞ arasında 3 tərəfli görüş bu həftə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Məlumatı Vladimir Zelenski təsdiqləyib. Ukrayna prezidenti Dnepropetrovsk vilayətində baş vermiş hücumu da pisləyərək onu açıq cinayət adlandırıb. Xatırladaq ki, Rus tərəfi avtobusdakı mədənçilərə dronlarla hücum etmişdi. Ukrayna mətbuatının məlumatına görə hadisə nəticəsində 12 nəfər ölüb, 16 nəfər isə yaralanıb. ABŞ prezidenti bildirib ki, Amerikanın hərbi gəmiləri İran yaxınlığındadır. Ona İranın dini liderinin ABŞ hücumunun regional müharibəyə səbəb ola biləcəyi barədə bəyanatı ilə bağlı sual verilib. Trump cavabında deyib ki, bu tərəflər razılığa gələ bilməsə aydın olacaq. İranın Xarici İşlər Naziri Abbas Araqçı ABŞ-la razılaşmanın mümkün olduğuna inanmır. Onun sözlərinə görə İran ABŞ-a etimadını itirib, lakin tərəfdaş ölkələr vasitəsilə mesajlaşma danışıqların davam etməsinə kömək edir. Araqçı bildirib ki, danışıqlar yalnız İranın nüvə proqramını əhatə etməlidir. İran bunun müqabilində ABŞ-a sanksiyaların ləğvini və uranın dinc məqsədlərə zənginləşdirilməsinin davamına icazə verilməsini tələb edir. Nazir vurğulayıb ki, danışıqlar uğursuz olarsa, İran müharibəyə hazırdır. Onun sözlərinə görə müharibə hər kəs üçün fəlakət olar və regiondakı ABŞ bazarları İranın hərbi hədəfinə çevrilər. Belçika baş naziri Donald Trumpın Avropa Birliyinə düşmən münasibət bəslədiyini bildirib. O, ABŞ-ın artıq Avropa İttifaqının istədiyini etmədiyini və Trumpın böyük çubuq istifadə etməklə hədə qorxu gəldiyini söyləyib. Xüsusilə böyük miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə Türkiyə vətəndaşı saxlanılıb. Hadisə Sarp ərazisində baş verib. Əməliyyat zamanı Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları sübut kimi 979 ədəd MDMA həbini və pregabalin tərkibli 47 kapsulu aşkarlayıblar. Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Ağır cinayətlərə görə qırmızı sirkulyar ilə axtarışda olan Türkiyənin 4 vətəndaşı saxlanılıb. Onlar azadlığın məhdudlaşdırılması, soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz silah daşıma, sağlamlığa qəsdən zərər vurma, təhdid, yol hərəkəti, təhlükəsizlik qaydalarının pozulması, narkotik cinayətlər və sənədlərin saxtalaşdırılması ittihamları ilə axtarışda idilər. Onların saxlanılması Batum və Tbilisidə həyata keçirilib. Saxlanılan şəxslərlə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam edir. Rustavidə qəzalı yaşayış binalarının möhkəmləndirilməsi və bərpası davam edir. Lermontov küçəsindəki 5-ci korpusda işlər bir ay əvvəl başlayıb və iyunda başa çatdırılması planlaşdırılır. Layihə çərçivəsində binanın qəzalı hissəsi söküləcək, yeni konstruksiya qurulacaq, fasad yenilənəcək, istilik izolasiyası, yeni dam örtüyü və qapı pəncərələr quraşdırılacaq. İşlərin dəyəri 800 min laridən çoxdur və dövlət büdcəsindən maliyyələşdirilir. İlk mərhələdə 17 binanın bərpası nəzərdə tutulub.
İsrailin Yəhudi Universitetində Şota Rustaveli adına kartvelologiya mərkəzi açılacaq. Təhsil naziri bu barədə universitetə səfəri zamanı məlumat verib. Bildirib ki, mərkəz bu il ərzində fəaliyyətə başlayacaq, amma ondan əvvəl bir neçə aylıq prosedurların həyata keçirilməsi tələb olunur. Səfər çərçivəsində universitetin administrasiyası və akademik heyəti ilə görüş keçirilib.